Düşün ki sən mənimlə qarşı-qarşıyasan və mən sənin niyyətinə kofe falı yorumlaması gerçəkləşdirəcəm. Öncəliklə enerjinin uyumlaşması üçün mütləq şəkildə məni takip etməyi, videonu bəyənib paylaşmağı mütləq unutma. Gözüm yaşlıdır, həsrət çəkdiyim bir şəxs var, bir uzun yol var. Niyyətin, diləyin yarıya gəlmiş, yarım qalmış amma. Ürəyin sanki ağzındadır, bir xəyalın var, arxasıca qaçırsan, içdən, ürəkdən, nə deyim sənə, duan, diləyin bunun üzərinə olmuş sanki. Həyatında yaşadığın çox problemlər olmuş, xüsusilə də burada bir bəy var. Burada sənin ancaq üzərinə gedir, onu niyə etmədin, bunu niyə etmədin, sənə ağıl verməyə çalışır, yol yöntəm göstərməyə çalışır. Bu kimdirsə, dırdır danışan birisidir. Sanki başının ətini yeyib bitirib. Tükənmisən, bitmisən, uzaqlaşmağa çalışırsan sanki. Tutub səndən zəli kimi buraxmır. Məni yanlış anlamayın, amma bu şəxs kimdirsə, sizdən bir qayğı, sizdən bir sevgi, bir xoşluq gözləyir. Amma özü çox boş bir odun biridir. Və sən özün də zaten fərqindəsən, başa çap bilmirsən artıq, həmişə sıxıntı, problem, heç bir şeydən dad almamağa başlamısan. Çox çəkmisən bu insanların nazını, duzunu, artıq bir sirkələn bir özünə gəl. Özünü toparla, hər şeyə ümidsiz baxma, bir ətrafına çön bax. Sən ancaq arxana baxırsan, keçmişdə yaşadığın travmalara odaqlanırsan. Unutma ki, sən nə qədər keçmişi düşünsən, keçmişdə yaşadığın travmalara odaqlansan, bir o qədər də şanslarını itirəcəksən. Sənə olan pislikləri sən sadəcə ilahi ədalətə burax. Bax, burada hal-hazırda sən həyatında yeni qərarlar vermisən. İşinizlə bağlı bir çoxlarınız bir iş axtarmış ola bilərsiniz və ya olduğunuz işdən çıxmaq, yer dəyişmək, iş dəyişmək ilə əlaqəli ola bilər. Bu dəqiqə siz hamınız yenilik enerjisindəsiniz. Bəzi izləyicilərdə ev alma, satma işləmləriniz varsa, düşünürsünüzsə yaxın zamanlara doğru bu niyyət diləkləriniz real olacaqdır və siz o qədər pozitiv bir enerjiyə sahibsiniz ki, hər şeyi həyatınıza doğru çəkirsiniz. Yəni enerjiniz çox yüksəkdir. Amma çalışın ki, sizin bu yüksək enerjinizdən, pozitiv enerjilərinizdən istifadə etməsinlər. Çünki çevrənizdə sizi aşırı yoran, o müsbət auralarınızı, o pozitiv enerjilərinizi özünə doğru çəkməyə çalışan negativ düşüncəli, negativ bir insanlar çoxdur. Baxın, burada belə bir situasiyalar çıxır ki, sizə bir həqiqətlər açıla bilər, bir şəxslə əlaqədar bir sir açılacaq və elə bir sirdir ki bu, siz bu sirri öyrənəndən sonra burada siz haqlı çıxacaqsınız. Yəni qalib gələn tərəf siz olacaqsınız. Sizə pislik edən, problem yaşadan, yaşatmağa çalışan bir insanın çox yaxın zamanda peşmançılığını görəcəksiniz. Və o insanın çox böyük bir yalanı açılacaq sizin yanınızda və həyatı alt-üst bir durumda olacaq. Peşmançılıq yaşayacaq yəni. Və sənin həyatından qaçıb gedən və sənə etdiyi xətalardan, yalan yanlışlardan dolayı üzü yoxdur səninlə üzləşməyə, qorxur və geri çəkilir, amma bir tərəfdən də etdiyi xətalara davam edir. Amma o insan göründüyü qədər heç də yaxşı bir vəziyyətdə deyil, bir zorluq içindədir, problemlər içindədir və düşünür ki, sənə danışdığı yalanları, etdiyi yanlışları, səhvləri sənə qarşı etiraf edərsə, sənə yeniləcəyini düşünür ağlında, fikrində. Hətta burada hərflər də var, hərflər A, Y, Ş, K, T, M. R və I hərfi də sənin və ya onun adında varsa, bax bu tam da sənə uyumlu faldır deyəcəm. O insan çox narsist bir olaraq gözükür burada və özünü sən onun həyatında yoxsan, sənsiz çox xoşbəxt kimi göstərsə də, amma çox qısa bir müddətdə dayana bilməyəcək və bir peşmançılıqla sənə doğru addımlayacaq. Bu cür nə diləyirəm, hər şey ürəyinizcə olsun.